Salam əziz izləyicilər. Bugün sizlərə İsveç dövləti haqqında danışacağam. İsveç bərabərliyin, sakitliyin və ağıllı həyatın ölkəsi. Buranın havası soyuq ola bilər, amma insanları bir o qədər isti, bir o qədər mədəni və düşüncəlidirlər. İsveçi tanıdıkca anlayırsan ki, burada həyat tamamilə başqa prinsiplərlə işləyir. Sanki dünya bir yerdə, İsveç isə başqa bir yerdə yaşayır. Bəs bu ölkəni fərqli edən nədir? Gəlin birlikdə baxaq. İsveçdə böyük və kiçik anlayışı yoxdur. Heç kim kiminsə qarşısında baş əymir. Kral da, baş nazir də adi bir vətəndaş kimi metroya minir, növbəyə dayanır və öz yeməyini özü alır. Bu, İsveç cəmiyyətinin əsasında duran ən böyük dəyərdir. Bərabərlik heç kim digərlərinin üzərində deyil.